Salam, hər vaxtınız xeyir olsun. Hörmətli Hürriyyət TV izləyiciləri. Ölkəmizdə və dünya mətbuatında gündəm olan məsələləri müzakirə edəcəyik. Qonağımız Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Sərdar bəy, xoş gəlmisiniz. Xoş geldiniz. Sərdar bəy, bu dünənləri artıq Azərbaycan Respublikasının dövlət büdcəsi qəbul olundu tam şəkildə və bəzi deputatlar irad və təkliflərin bildirdi. Mənim bildiyim məlumatlara görə həmin təkliflərdə əgər qəbul edilsəydi, dövlət büdcəsindən müəyyən vəsaitlər bu tərəfdən o tərəfə, yəni onların əsas verdiyi təkliflərdən bağlı olaraq köçürülərdi. Amma elə bir hal baş vermədi. Sizin münasibətiniz bu məsələyə? Onu deyim ki, dövlət büdcəsinin müəyyən edilməsi ölkənin milli gəlirləri ilə bağlı. Rəsmi statistika Azərbaycanda milli gəlir demək olar ki, ümummilli məhsul həcm aşağı düşdüyünə görə ümummilli gəlir də getdikcə azalır. Ona görə dövlət büdcəsini istənilən həcmdə qaldırmaq və yaxud da ayrı-ayrı sahələrə tutaq ki, bir sahədən götürüb başqa sahəyə yönəltmək mümkün deyil. Hər şeydən əvvəl zəruri sosial xəstlər dövlət büdcəsində öz əksini tapmalıdır. Söhbət nədən gedir? Əlillərin, təqaüdçülərin, tələbələrin və digər ağır sosial-iqtisadi vəziyyətdə olan vətəndaşların qorunmasına, onların təmin edilməsinə yönəlik ki, büdcə var. O büdcəyə toxunmaq olmaz. Əksinə, o büdcəni mümkün qədər artırmaq lazımdır. Təbii ki, dövlət idarəçiliyi ilə bağlı ki, hansı ki, orada həddən artıq israf var, bahalı maşınlar alırlar, bir müdürün 10 dənə müavini olur, onun hər birinin 10 dənə katibəsi olur. O sahədə müəyyən ixtisarlar eləmək, oradan kəsib daha mühüm sahələrə, dövlətin təhlükəsizliyi ilə bağlı məsələlərə, məsələn, son vaxtlar biz baxırıq, dövlət təhlükəsizlik xidməti həm gömrükdə, həm icra hakimiyyətlərində, həm də digər sahələrdə həddən artıq axtarışlar, həbslər gedir və en qədər də bilirsiniz, adam tutulur və milyonlarla dövlətə dəyən ziyanı aşkarlanır. Bu baxımdan dövlət təhlükəsizlik xidmətinin ayrılan pul o həcmində artırılmalıdır, o bu işini 2-3 qat artıra bilsin. Yəni bütünlükdə ölkədə total korrupsiyaya qarşı daha ciddi mübarizə qurula bilsin. Eləcə də tutaq ki, məsələn, bugün bizim hərbi təhlükəsizliyimiz tam və qəti şəkildə təmin olunmuyub. Hələ də Qarabağ məsələsi ətrafında müəyyən demagogiyalar var. Hələ də İran bizə nə qədər dostluq münasibətlərini nümayiş etdirsə, arada bir İran tərəfindən də müəyyən təhdidlər var. Rusiyanın başı Ukraynaya qarşı, amma Rusiya da Azərbaycanı yaddan çıxarmayıb və mütəmadi olaraq Azərbaycanla bağlı bu və başqa addımlar ata bilər. Bunun müqabilində bizim ən ciddi təhlükəsizlik elementimiz ordudur. Ordunun təchizatı məsələsidir. Təbii ki, eyni zamanda düzgün olaraq vətəndaşların gəlirlərinin dövlət büdcəsinə istiqaməti çox vacibdir. Məsələn, biz bilirik ki, demək olar ki, fiziki şəxslərdən gələn gəlirlər həddən artıq aşağıdır. Eləcə də hüquqi şəxslərdən gələn gəlirlər aşağıdır. Bunun bir səbəbi var ki, ölkədə doğrudan da iqtisadiyyat ciddi inkişaf yoxdur, yeni müəssisələr yoxdur. Digər tərəfdən bəzi müəssisələr dövlət vergisindən yayınırlar, bəzi vətəndaşlar vergidən yayınırlar. Bu cür məsələlər həll edilməlidir, amma sadəcə olaraq populizm xəttinə gəlin buradan götürək, bura qoyaq, buradan götürək, bura qoyaq, məsələ həll olmur. Milli Məclisin üzvləri 5 illik bir daimi fəaliyyətdədirlər. Onlar yalnız ilin axırında dövlət büdcəsinə münasibət bildirmədilər. Onlar elə birinci büdcə ilindən başlayaraq hər il büdcə ilə bağlı, ya birinci ayından başlayaraq gələcək ilin büdcəsi necə təyin olunmalıdır, artırılmalıdır və s. Onunla bağlı konkret təkliflər verilməlidir. Nə tikmək lazımdır, kənd təsərrüfatında nə etmək lazımdır, sənayedə nə etməlidir, iqtisadiyyatda nə etmək lazımdır, kömürlükdə nə etmək lazımdır, vergidə nə etmək. Yəni bütün bunlar hamısı bir illik Milli Məclisin özünün qəbul etdiyi qərarların fonunda gəlib sonda dövlət büdcəsindən münasibət ifadə edir. Amma biz baxırıq ki, il boyu ciddi bir məsələlər müzakirə olunur, ilin axırında gəlirlər, hakim hökumət bir büdcə təklif edir, millət vəkilləri orada hansısa bir kosmetik, adama deyərlər, sən 5 ay bundan, 6 ay bundan qabaq. Məsələn, sənaye ilə bağlı hansı məsələ müzakirə edirsən? Və yaxud da tutaq ki, yol tikintisi ilə bağlı hansı məsələ müzakirə edirsən?
və ya da təsəvvür konkret hansı məsələni, hansı islahatın həyata keçməsini təklif edir. Milli Məclisə yalnız orada oturub hakimiyyəti tənqid eləməklə məşğuldur ki, bu da ali hakimiyyətin bir qolu kimi dövlətin idarə olunmasında konkret öz töhfələrin verməlidir. Biz bunu görmürük. Çünki Milli Məclisin tərkibində olan adamlar həm açıq deyim ki, o səviyyəli deyil, imkanları yoxdur ki, belə ideyalar təklif edir. Milli Məclisin özünün iş prinsipi, adicə bir millət vəkili deyək, orada bir fikir deyəndə, orada kimisə xoşuna gəlmir, onun səsini kəsirlər. Bu baxımdan bizim Milli Məclisin özünün işlənməsində də ciddi problem var. Amma bütünlükdə mən dövlət büdcəsinin Azərbaycanda və dünyada baş verənlə bağlı əlaqədar dəyərləndirməsini tələb edir. Məsələn, mən sənə bir Rusiya ilə bağlı fakt deyim. Ekspertlər hesablayırlar ki, 2026-cı ildə Rusiya iqtisadiyyatı tam kollaps vəziyyətə düşəcək. Bunun 3 səbəbi var. Bir, deməli, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Bu, Rusiyanın bir dövlət kimi iqtisadi fəaliyyətinə çox ciddi mənfi təsir edir. 2, artıq 4 ildən müharibə aparır. Hər gün 1 milyard dollara yaxın pul itirilir orada. 3, Rusiyada korrupsiya astronomik rəqəmlərdə inkişaf edir. 4, müharibənin ağır nəticələrini kompensasiya etmək pul lazımdır. Əlillərə pul vermək, xəstələrə. Məsələn, müharibədə yaralanıb 1 milyon adam ölübsə, rəsmi məlumata ki, Amerikandan verdiyi məlumata ki, 1 milyon Rus orada ölübdür. Deməli, ən azı 5 milyon Rus da əlil olub, yaralı olub və dövlətin sosial təminatına ehtiyacı var. Yəni, Rusiyanın özündə belə bir ciddi problem. Bəs Azərbaycanın buna kimi təsir olacaq? Biz bilirik ki, təxminən Rusiyada en qədər Azərbaycanlı yaşayır. Rəsmi məlumatlara görə hər il 5 milyard, 3-5 milyard çərçivəsində Rusiyadan pul gəlir. Rusiyanın özündə iqtisadi vəziyyət aşağı düşdükcə, əksinə oradakı yaşayan Azərbaycanlılara buradan pul lazım olacaq. Çünki onlar artıq getdikcə daha bir pis vəziyyətə düşürlər. Bu, bizim dövlət büdcəmizə məsələn təsir edən faktorlardan biridir. Əhalinin həyat səviyyəsinə təsir edən faktorlardan biridir. İkincisi, artıq Qarabağ işğaldan azad olub. Qarabağın deməli, yenidən bərpasına paralel Qarabağın resurslarının tədbirli istifadəsi ilə bağlı dövlət çox operativ qərarlar qəbul eləmir. Məsələn, bilirsiniz, Azərbaycan ən böyük taxılçılıq zonası Füzuli zonası. Sovet hökumətinin vaxtında demək olar ki, xüsusən çörəyə sərf olunan keyfiyyətdir. Mən hələ işğal olmuş zona deyirəm. Laçın, Kəlbəcər və s. rayonlar heyvandarlıq üçün qeyri-adidə münbit imkanlara malikdir. Böyük istirahət zonu. Amma biz baxırıq oturaqlar çoxdur. Düzdür, gedir orada, bərpa işləri gedir. Amma həmin bölgədən dövlət büdcəsində artıq gəlirlər gəlmir. 3 ildir, 4 ildir oraya işğaldan azad olunub. Evlər tikilir, adamlar azad. Amma taxıl zəmləri əhmək, pismək və orada heyvandarlıq, arıçılıq, maldarlıq və s. işləv etmək bunun üçün şey lazım deyil ki, vaxt lazım deyil ki. Yəni, bu da bir, yəni həm də biz o Qarabağla bağlı elə bir siyasət apara bilərdik ki, Qarabağın bərpası Qarabağdan gələn gəlirlər vasitəsilə həyata keçirilərdi və bizim büdcəyə yük olmaz. Amma bugün baxın, büdcədən bir neçə milyard gələn il Qarabağın bərpasına pul ayrılır. Amma bizim Qarabağdan büdcəyə gələn gəlir. Bu bütünlükdə kompleks şəkildə baxılmalıdır. Həm Azərbaycandakı vəziyyətin yaranmasında da bu indiki vəziyyətin bir çox faktorlar rol oynayır. Onun biri Türkiyədən və Rusiyadan Azərbaycana gələn gəlirlərin azalması. Bilirsiniz, Türkiyənin özündə çox ağır iqtisadi vəziyyət yaranıb. Naxçıvan məsələn cəmaətin böyükləri ilə Azərbaycanın özündə Türkiyədə həddən az çox işləyən var. Hardasa bir neçə 100 min adam Türkiyədə işləyir. Onlar Azərbaycana pul göndərilir, ailələrini saxlamaqdır. Bu sadə bir azalma var. Rusiyadan gələn gəlirlərin azalması var. Üçüncü tərəfdən Avropada böyük bir ciddi iqtisadi səbəb. Məsələn, Rusiya müharibəsi Avropaya 1,6 trilyonla başa gəlir. Bu bilsə nə deməkdir? Bu, bütün Avropa ölkələrində yaşayan Azərbaycanlıların da iqtisadi vəziyyətinin aşağı düşməsinə, onların öz ailələrini bura kömək göstərməsinə mənfi təsir. Yəni, faktiki olaraq mən dövlət büdcəsinə dövlət büdcəsi haqqında mənim mühakiməm bundan ibarətdir ki, ölkədə vətəndaşların sosial-iqtisadi vəziyyəti, ölkənin inkişaf vəziyyəti yalnız dövlət büdcəsinin üzərinə yıxılmalıdır. Həm də Azərbaycandan kənar yaşayan Azərbaycanlıların imkanlarını Azərbaycanın inkişafına istiqamətləndirməsində danışmalı ki, bu da bir əlavə imkanlardır. Yəni, yalnız dövlətin öz resursları yox, həm də Azərbaycanın resursları hesabına müəyyən Azərbaycanda işlər görmək olur. Bu sadəcə işlər qənaətbəxş deyil, açıq demək istəyirəm. Ölkədəki bu məmur rejimi, ölkədəki bu qanunların işləməməsi
başqa yerdə yaşayan Azərbaycanlılar Azərbaycana pul axıtmasına, investisiya qoymasına çox ciddi mane olur. Heç bir Azərbaycanlı Rusiyada yaşayan, Türkiyədə yaşayan Azərbaycan gəlib burada. Əksinə biz baxırıq ki, həm elə adi insanlar, həm də korrupsiya ilə məşğul olan məmurlar oğurladığı pulların 90%-ni Azərbaycandan çıxarırlar. Bu da Azərbaycanın inkişafının qarşısında duran ən ciddi əngəllərdən biridir. Birisi pul burada qalmalıdır, dövr eləməlidir. Hədiyyə qabiliyyəti var pulun. Əgər pul səhər çıxıb, axşam Bakıdan çıxıb bir də Bakıdan qayıtsa özü ilə 1 manat gəlir gətirir. İndi baxın, hər il Azərbaycandan millətlər çıxıb. O demək ki, o pulun tədiyyə qabiliyyəti düşür aşağı, ümumi şəkildə pul miqdarı düşəcək və ölkə bundan çox ciddi itirir. Yəni faktiki olaraq burada həddən az çoxlu problemlər var. Bunun da nəticəsi siz də bilirsiniz. Azərbaycan dövlət büdcəsinin demək olar ki, əvvəlki illərdən ciddi şəkildə fərqlənməməz. Orada müəyyən fərqlər var. O da nədir? İnflyasiyanın hesabına, rəqəmlərin iri göstərilməsi. Yəni əvvəlki dövlət büdcəsi də tutaq ki, ekvivalent olaraq dollarla hansı qaydadacaq 5 ildən sonra yenə də bir dövlət büdcəsini eyni həddə görürük dollarına. Manata görə dəyişilir rəqəmlər. Dollara görə də o dəyişmə pulun dəyərdən düşməsi və inflyasiya ilə bağlıdır. Bu da nəyə gətirir? Bu da göstərir ki, Azərbaycanda inkişaf yox. Bəli, o faktı sizə deyim, çox düzgün vurğuladınız. Demək 2013-cü ildə dövlət büdcəsi olub 19,1 milyard manat. Burada 0,78-dən hesablayanda 24 milyard neçə manat, 100 milyon, 400 milyondan artıq dollar eləyir. Yəni 19,1 milyard manatdır dövlət büdcəsi. O vaxt 0,78-dən olduğuna görə 24 milyard dollar. 24,4 yəni 400 milyon dollar edir. Həmin o 24 milyard 400 milyon bugünkü dövlət büdcəmizdə 41,1 milyarddır manat. O da 1,7 ilə hesablayanda gəlir çıxır elə 24 milyard. Deməli 10 il ərzində Azərbaycan dövlət büdcəsində heç bir dəyişmə 13 il heç bir dəyişmə yox. Yox. Onda bu nə deməkdir? Bu deməkdir ki, Azərbaycanda 13 il ərzində nə iqtisadi inkişaf olub, nə vətəndaşların gəlirlərində dəyişiklik olub, nə ölkənin digər sahələrində hər hansı bir yenilik yox. O demək. Yəni dövlət büdcəsinin bu cürə 17-18 ildə sabit qalması onu göstərir ki, Azərbaycanda çox ciddi belə bir dəyişmələr olmuyor. Çox çətin vəziyyət. Yəni 13 il ərzində dəyişiklik yoxdursa, demək ancaq təsəvvür edin də hər il 2 rəqəmli, az qala 2 rəqəmli inflyasiya var. Təsəvvür edin ki, hansı vəziyyətdir. 13 ilə nə qədər 200% deyil, belə çıxmasın, neçə faiz hesablanır? Neçə dəfə ölüb, demək pulun... Əslində bunun böyük bir pulun miqdarına getmək. Bu pulun arxasında vətəndaşların sağlamlığı var, təhsili var, mədəni inkişafı var, dövlətin özünün inkişafı var, dövlətin özündə tutaq ki, müəyyən sahələrin yeniləşdirməsi və s. Bu deməkdir ki, bütünlükdə bu sahədə durğunluq var. Yəni biz 15 il ərzində nə təhsildə, 13 il ərzində təhsildə ciddi bir imkanımız var ki, yeniləyək. Halbuki hər il yeni texnika çıxır, texnologiya çıxır, təsisatda, səhiyyədə çox ciddi bahalı şeylər çıxır, bilirsiniz, alətlər çıxır və yaxud da dərmanlar çıxır, o çıxır, bu çıxır. Əgər bir ölkədə 15 il ərzində, 13 il ərzində heç bir dəyişilmə yoxdursa, heç bir dəyişmə yoxdur. Bu deməkdir ki, o geriyə gedir. Çünki niyə? Sosiologiyada belə bir qanun var. Siz irəliyə gedə bilmirsinizsə, mütləq geriyə gedir. Çünki niyə? Sosial həyatda durğunluq deyilən bir şey yox. Siz qabağa gedə bilmirsinizsə, avtomatik dala gedir. Çünki niyə? Hamı qabağa gedir, onlarla müqayisədə həmişə dala getmiş olursan. Yəni bu onu göstərir ki, biz əgər 13 ildə heç bir inkişaf eləməmişik, biz hardasa təzədən qayıtmışıq 90-cı illərin vəziyyətinə. Buna görə də hökumət bu məsələdə çox ciddi addımlar atmalıdır. Düşünməli ki, biz necə eləyək dövlət büdcəsini artıraq, biz necə eləyək real islahatlar həyata. Məsələn, bəzi adamlar bəyan edir, biz islahat həyata edirik. İslahat nə deyirlər? Filan məmuru çıxartdı, filan məmuru qoyduq ora. Bu kadr islahatıdır. Amma söhbət o islahatdan deyil. Baxın, son vaxtlar korrupsiyaya qarşı həbs olunmaların sayı astronomik rəqəmlərlə artır. Bu həm Dövlət Təhlükəsizlik Xidmətinin işinin yüksək olması ilə bağlıdır, etiraf eləməliyik də. İcra başçıları tutulur, kömürçülər tutulur,
generallar tutulur, o tutulur, bu tutulur, Müdafiə Nazirliyindəki korrupsiyalar aşkar olur Bəli. vesaire vesaire. Yani bu sahada bir iş gedir. Ama bu Yenilik yox, bu ortada. kifayət deyil. Çünki Bəli. niyə? Biz korrupsiyanın qarşısını alan dövlət mexanizmləri işlətməsə, elə bir üzdən oğurlayacaqlar, bir üzdən sən tutacaq, bir üzdən oğurlayacaqsan tutacaq. Burada bu bəzi adamlar könüllü qabaqcadan tutulmağı nəzərə alıb bu işləri eləyirlər. Yəni fikirləşir ki, mən bu vəzifədə məsələmin deyir, bir 10 milyon oğurlaya bilərəm. Bunu keçidir vaxtında xaricə. Sonra gəlir həbsxanada 5-6 il yatır. Ondan sonra gəlir ailəsinin uşağını götürür, gedir o pulu danılır. Gedir oturur Almaniyada, İngiltərədə. Orada başta 15, 20, 50, 100 milyon pulu var. O Avropada milyonerlər kimi həyat sürür. Yəni bu çox təhlükəli bir tendensiyadır. Ölkədə təkcə korrupsionerləri həbs eləmək kifayət deyil. Baxın, infeksiyon xəstəlik var, bir də terapevtik xəstəlik var. Terapevtik xəstələrdə həkim xəstəni müalicə edir. İnfeksionistlər infeksiyanın mənbəyinə qarşı mübarizə. Çünki niyə? Siz infeksiyanın mənbəyinə toxunmasa, o infeksiyon xəstələrin sayı artacaq, ha müalicə elə. Bu korrupsiya da dövlətdə bir infeksiyadır. Biz gərək korrupsiyanın şəraitini ləğv eləyək. Korrupsionerə qarşı mübarizədən daha çox korrupsiyaya qarşı biz mübarizə aparmalıyıq. Azərbaycanda hələlik korrupsionerlərə qarşı mübarizədir. Və bu mübarizədə də korrupsiya ilə bağlı cinayətlər çox yüngül. Dünən vermişdilər, Çinin bir idarəsinin həm əvvəlki rəhbəri, həm indiki rəhbəri hərəsi 100 milyon pul rüşvət aldığına görə biri 140 milyon verir. Hər ikisi güllələnib. Azərbaycanda 1 milyar, 2 milyar, 5 milyar rüşvət alan, korrupsiya edən adama 5 il 6 il iş verirlər. Yəni korrupsiya ilə bağlı cəzalar ağırlaşdırılmalıdır. Bir. İkincisi, dövlətdə şəffaflıq təmin edilməlidir ki, vaxtında bilinsin ki, orada korrupsiya var. Hesabatlılıq olmalıdır. İctimai nəzarət güclənməlidir. Mən bunu həmişə təkrar edirəm, bir də təkrar eləmək istəyirəm. İlham Əliyev etiraf edir ki, Azərbaycanda ümumiyyətlə ya nəzarət yoxdur, ya da nəzarət varsa olduqca zəifdir. Son vaxtlar o ayrı dövlət idarələrində şuralar yaratmışlar. O şuraların tərkibinə baxırsan, elə öz adamlarından ibarət, orada bir dənə fərqli həqiqətən də o idarənin fəaliyyətinə sözün deyən, müxalif ola biləcək, həqiqətində qanun, bir nəfər adam yoxdur. Yəni o şuraların da tərkibi formalıdır. Ona görə dövlət təhlükəsizlik xidməti gedir orada milyonlarla rüşvət aşkar edir, dağıntı aşkar edir. Amma o şura orada bir dənə irad bildirmir. Mən indi sual vermək lazımdır. Bu qədər kömrükdə şura var, vergidə şura var, Nazirlər Hamısı şura var. Necə olur ki, o dövlət təhlükəsizlik xidməti gedir orada belə bir nəhəng cinayətkarlıq aşkar edir, amma oradakı ictimai şuraların heç bir bundan xəbəri yox. Onda o ictimai şura nəyə nəzarət edir? Mənasız bir şey. Mənası deyil. O ictimai şuraların bir çoxu elə o prosesdə iştirak edir. Yəni mən demək istəyirəm ki, Azərbaycanda korrupsiya mühitinin aradan qaldırılması ilə bağlı addımlar yoxsa bu mən açığı deyim, o baxıram da generaldır, cavan oğlandır, nə bilim ofisi nazirdir, ofisi icraçısı tutuldular, getdilər həbsxanada. Düz deyil, ola bilsə sonra çıxacaqlar, o yaxşı yaşayacaq, amma axı niyə Azərbaycanda bu qədər adam tutaq ki, həbsxanada keçməlidir, bu qədər adam tutaq ki, ailəsi uzaq yaşamaq. Elə bir şərait yarada bilmərik ki, ümumiyyətlə korrupsiya etmək mümkün olmasın. O Leninin bir sözü var idi, dedi, biz elə dövlət yaratmalıyıq ki, adi aşpaz da onu idarə edir. Bu nə deməkdir? Bu demək ki, dövlət elə dəqiq bir mexanizmlərə əsaslanmalıdır ki, oradakı birinci adamın heç bir rol olmasın. Yəni o dövləti, bir var Stalin kimi gəlsən, öldürə-öldürə dövləti saxlayasan. Bir də var ki, Amerikada elə bir dövlət qurdu ki, prezidentin kim olmasının əhəmiyyəti yoxdur. Kimsədə nə demək istəyirəm? O baxımdan hətta yanlış dövlət mexanizmində də kim olmasının əhəmiyyəti yoxdur. Yəni Marksın bir sözü vardı, əgər dövlət maşını xarabdırsa, onu kim idarə etməsin, heç bir əhəmiyyəti yoxdur. Bugün biz nəyə çalışırıq? Tutaq ki, məsələn, prezidentdə iddia edirik, məsəl üçün deyirəm, mən gəlim. Amma heç kəs düşünmür ki, bu sisteminlə Peyğəmbər də gəlsə, heç bir şey edə bilməz. Sistemi dəyişənmək var, heç kəs düşünmür. Nə parlament sistemi dəyişmək istəyir, nə icra hakimiyyəti sistemi, nə də müxalifət sistemin dəyişilməsi məsələsini bir nömrəli məsələdir. Baxın, bizim müxalifət kimi əsas məqsədimiz nədir? Ümumiyyətlə, dünyada müxalifətin bir çox vəzifələri var. Onun biri nədir? Ən vacibi. Hakimiyyətə gələnə qədər hakimiyyətdə olanın hakimiyyəti effektiv idarə etməsinə təsir etmək. Biz ki, burada deyirik, təkliflə veririk. Bu əksinə baxsa, mən demirəm ki, o hakimiyyətdə olan geçsin.
Mən deyim ki, o hakimiyyətdə olan bunu eləsin ki, vəziyyət düzəlsin. Azərbaycan müxalifətinin bu sahədə fəaliyyəti sıfıra yaxın olur. Biz heç vaxt hakimiyyətə ciddi nələrsə təklif eləməmişik və ya da yox. Halbuki deyəndə də çoxları elə bil sən hakimiyyətin adamısan. Halbuki müxalifətin vəzifəsidir ki, mövcud hakimiyyət effektli, yaxşı. Tutaq ki, mən sabah prezident olacağam. Amma bugün Azərbaycan dağılır. Lap çox gəldim sabah, nə olacaq? Dağılmış Azərbaycan, mən nə edə bilərəm? Sərvət Kim çadır? Təbii.